Salam əziz şagirdlər, bugün sizinlə 8-ci sinif fizika dərsindən Newtonun ikinci qanunu mövzusunun tapşırıqların izahını bölüşəcəm. Gəlin əvvəlcə öyrəndiklərinizi tətbiq edin tapşırıqlarına nəzər yetirək. Birinci tapşırıqda deyilir ki, kütləsi 1200 kiloqram olan avtomobilin başlanğıc sürəti 15 metr bölünsün saniyədir. Avtomobil 20 saniyədən sonra dayanarsa, onun təsir edən əvəzləyici qüvvənin qiymətini və istiqamətini tapın. Əvvəlcə verilənləri yazaq. Deməli, kütləsi 1200 kiloqram verilib. M bərabərdir 1200 kiloqram. Başlanğıc sürəti, yəni V0 bərabərdir 15 metr bölünsün saniyə. Daha sonra avtomobil 20 saniyədən sonra dayanırsa ona təsir edən əvəzləyici qüvvənin qiymətini və istiqamətini tapın. 20 saniyədən sonra T bərabərdir 20 saniyə. Yazaq. Əvvəlcə qüvvənin qiymətini tapmaq üçün bizə təcil lazımdır. Təcili də tapmaq üçün gəlin yazaq. Deməli, avtomobil 20 saniyədən sonra dayanırsa deyir. Dayandığı anda son sürəti 0 olacaq. V bərabərdir 0. A-nı tapaq. A-nın düsturundan V çıxılsın V0 bölünsün T yazaq. Daha sonra 0 çıxılsın 15 bölünsün 20. Mənfi 4-də 3. Qüvvənin qiymətini tapaq. Qüvvə F bərabərdir MA düsturundan tapaq. F bərabərdir MA. Gəlin yazaq. F bərabərdir 1200 vurulsun mənfi 4-də 3. Cavabımız olacaq mənfi 900. Mənfi 900. Deməli, mənfidir. Qiymətini və istiqamətini deyir. Qiyməti mənfi 900 olacaq qiyməti. İstiqamətini deyir. Mənfi olduğuna görə, deməli, qüvvə avtomobilin əksi istiqamətində yönələcək. Yəni, avtomobilin sürətinin əksi istiqamətində yönələcək. Avtomobil sağ tərəfə hərəkət etdiyi üçün, deməli, qüvvənin istiqaməti sol tərəfə olacaq. Keçək ikinci tapşırığa. Cismin kütləsi sabit olduqda onun təcilinin əvəzləyici qüvvədən asılı qrafikini qurun. Kütlə. Düsturumuz nədir? F bərabərdir MA. Deməli, A da bərabərdir F bölünsün M-ə. Kütləmiz sabitdirsə, yəni M bərabərdir konstant olarsa, onun təcilinin əvəzləyici qüvvədən asılılıq qrafikini. Biz görürük ki, kütlə də sabit olduqda A və F düz mütənasib asılı olacaq. Deməli, qrafikimiz bu şəkildə olacaq. A, F, qrafikimiz bu şəkildə olacaq. Keçək üçüncü tapşırığa. Cism düz xəttli bərabər sürətlə hərəkət edir. Ona təsir edən əvəzləyici qüvvəni və təcilini tapın. Cisim düz xəttli bərabər sürətlə hərəkət etdiyi zaman sürətimiz sabit olacaq. Yəni, V bərabərdir konstant. Ona təsir edən əvəzləyici qüvvə və təcilini. Cisim əgər düz xəttli bərabər sürətlə hərəkət edirsə, bu zaman burada təcil yarana bilərmi? Xeyr, əlbəttə təcil yaranmaz. Təcilimiz olacaq 0. A bərabərdir 0. A bərabərdir F bölünsün M düsturundan da görürük ki, A və F düz mütənasib asılıdır. Deməli, bu zaman F də 0-a bərabər olacaq. Cavabımız A bərabərdir 0, F bərabərdir 0 olacaq. Keçək dördüncü tapşırığa. Cismə təsir edən əvəzləyici qüvvə 10 Newton artdıqda təcili 2 vahidə artır. Əvəzləyici qüvvənin əvvəlki qiymətini müəyyən edin. Deməli, əvəzləyici qüvvənin ikinci qiyməti, yəni F2 bərabərdir. F1 10 Newton artır. F1 üstəgəl 10. Burada 2 vahid artır yox, 2 dəfə artır olmalıdır. Çapda səhv yazılıb. Deməli, əvəzləyici qüvvə 10 Newton artdıqda təcil 2 dəfə artır olmalıdır. Yəni, A2 bərabər olacaq 2 vurulsun A1-ə. Əvəzləyici qüvvənin əvvəlki qiymətini müəyyən edin. Deməli, F1-imiz nə? Deməli, gəlin yazaq. F1 bərabərdir M vurulsun A1-ə. F2 nəyə bərabərdir? M vurulsun A2-yə. Yazaq.
F1 bərabərdir M vurulsun A1. F2 nəyə bərabərdir? F1 üstəgəl 10 deməli bərabərdir M vurulsun A2 nəyə bərabərdir? 2 vurulsun A1-ə. Sistem tənlik şəklində yazdıqda deməli altdan alt-alta çıxdıqda qalacaq. Deməli A1 vurulsun M bərabərdir 10. Deməli A1 F1 nəyə bərabərdir? Əvvəlki qiyməti. F1 olacaq 10 Newton. Əvvəlki qiymətini istəyirdi. Keçək 5-ci tapşırığa. Üfüqi istiqamətdə düz xətlə hərəkət edən qızılquşun kütləsi 1,2 kiloqram, təcili -1 metr bölünsün saniyə kvadrat olarsa, ona üfüqi və şaquli istiqamətdə təsir edən əvəzləyici qüvvəni hesablayın. Deməli, üfüqi istiqamətdə hərəkət etdikdə onun kütləsi M bərabərdir 1,2 kiloqramdır. Təcili A bərabərdir -1 metr bölünsün saniyə kvadratı. Olarsa onun üfüqi və şaquli istiqamət təsir edən əvəzləyici qüvvəni hesablayın. Deməli, qrafiki çəkək. Üfüqi istiqamətdə olacaq Fx, şaquli istiqamətdə də olacaq Fy. Fy buradan yazaq. Fy. Deməli, nə deyilir? Ona üfüqi və şaquli istiqamət təsir edən əvəzləyici qüvvəni hesablayın. Fx nəyə bərabər olacaq? Fx bərabərdir M vurulsun Ax-ə. Bu da bərabər olacaq 1,2 vurulsun Ax -1. Bu da bərabərdir -1,2. Fx bərabər olacaq -1,2. Daha sonra bu üfüqi istiqamətdə əvəzləyici qüvvə oldu. Biz şaquli istiqamətdə necə tapacağıq? AY. Şaquli istiqamətdə heç birinə təcili verilmədiyinə görə deməli təcili nəyə bərabər olacaq? AY bərabər olacaq 0. Onda Fy də 0-a bərabər olacaq. Ona üfüqi və şaquli təsir edən əvəzləyici qüvvə. Əvəzləyici qüvvəni hesablamaq üçün yaza bilərik ki, F bərabərdir kök altında Fx-in kvadratı üstə gəlsin Fy-in kvadratı. Bu da bərabər olacaq 1,2 Newton. Keçək öyrəndiklərinizi yoxlayın tapşırıqlarını. Birinci tapşırıqda nə deyilir? Birinci tapşırıqda deyilir ki, Newtonun ikinci qanunu necə ifadə olunur? Newtonun ikinci qanunu belə ifadə edə bilərik. Əvvəlcə düsturu yazacaq. A bərabərdir F bölünsün M düsturuna. Deməli, tərifimiz yuxarıda verilib. Cismin təcili, yəni A, ona təsir edən qüvvə ilə düz mütənasib, cismin kütləsi ilə tərs mütənasib asılıdır. Keçək ikinci tapşırığa. Əvəzləyici qüvvə hərəkətin əksinə yönəldikdə cisim yeyinləşən hərəkət edə bilərmi? Bunun üçün bir şəkil çəkək. Tutaq ki, bu cisimimizdir. Cisim hər hansısa V sürəti ilə bu istiqamətdə hərəkət edir. Əvəzləyici qüvvə cismin sürətinin əksinə yönəlir. Bu əvəzləyici qüvvəmiz olsun. F əvəzləyici yazaq. Əgər əvəzləyici qüvvə hərəkətin əksinə yönəlibsə, deməli təcil də hərəkətin əksinə yönələcək. A da hərəkətin əksinə yönələcək. A da hərəkətin əksinə yönəldiyinə görə bu cisim yeyinləşən hərəkət edə bilməz. Yeyinləşən hərəkət etməsi üçün V və A eyni istiqamətdə hərəkət etməlidir. Deməli cavabımız olacaq ki, cisim yeyinləşən hərəkət edə bilməz. Keçək üçüncü tapşırığa. Avtomobilin sürəti 10 metr bölünsün saniyədir. Ona təsir edən əvəzləyici qüvvə 0-a bərabərdirsə, deməli 5 saniyədən sonra avtomobilin sürəti nəyə bərabər olur? Yəni son sürətini istəyir. Başlanğıc sürəti avtomobilin V0 bərabərdir 10 metr bölünsün saniyə. Əvəzləyici qüvvə F əvəzləyici bərabərdir 0. 5 saniyədən sonra avtomobilin sürəti T də bərabərdir 5 olacaq. Əvəzləyici qüvvə əgər 0-dırsa, deməli təcilimiz də 0-a bərabərdir. A da bərabərdir 0 olacaq.
İndi düsturda yerinə qoy. A, yəni 0 bərabərdir. V çıxılsın V0 10. V yoxdur. V0 10 metr bölünsün saniyə. T isə 5 saniyədir. Deməli, V çıxılsın 10 bərabər olacaq 0. V də bərabər olacaq 10 metr bölünsün saniyəyə. Keçək 4-cü tapşırığa. Kütləsi 1000 kiloqram olan avtomobilin başlanğıc sürəti 20 metr bölünsün saniyədir. Yəni V0 bərabərdir 20 metr bölünsün saniyə. M bərabərdir 1000 kiloqram. Daha sonra onu təsir edən əvəzləyici qüvvə F əvəzləyici bərabərdir 400 Newton arasında -400. 10 saniyədən sonra avtomobilin sürəti nəyə bərabər olur? T də bərabərdir 10. 10 saniyədən sonra avtomobilin sürətini istəyir. Deməli, bizdə qüvvə və kütlə olduğuna görə biz nəyi tapa bilərik? Əlbəttə ki, təcili. Yəni təcili yazır. A bərabərdir F bölünsün M düsturundan. Tapa bilərik təcili. F yəni 400 bölünsün 1000. Oldu 0,4. Avtomobilin sürətini istəyir. Başlanğıc sürəti 20 metr bölünsün saniyə olduğuna görə son sürətini istəyir. 0,4 bərabərdir. V çıxılsın 20 bölünsün 5 saniyə. Deməli 10 saniyədən sonra deyim 10-a. V çıxılsın 20 bərabərdir 4-ə. V də bərabərdir 24 olacaq. Avtomobil neçə saniyədən sonra dayanar deyir. Düsturdan gəlin düsturu yazaq. A bərabərdir V çıxılsın V0 bölünsün T-yə. Buradan V nəyə bərabər olacaq? V bərabərdir V0 plus AT olacaq. Deməli, V 0-a gedəcək dayandığı anda V0 nəyə bərabər olacaq? -AT-yə. Buradan da T-ni tapsaq, T bərabərdir -V0 bölünsün A olsa, A -0,4 alınmışdı. Onu da yaza bilərik ki, 20 bölünsün, mənfilə getdiyinə görə 0,4. Cavabımız olacaq 50 saniyədən sonra dayanır avtomobil. Keçək 5-ci tapşırığa. 5-ci tapşırıqda deyilir ki, Laçın dağlarında yaşayan Bezuar dağ keçisi düz xətt üzrə qaçmağa başladığı andan 5 saniyə sonra sürəti 15 metr bölünsün saniyə olarsa, keçiyə təsir edən əvəzləyici qüvvənin onun kütləsinə nisbətini tapın. Deməli, T-ni verir 5 saniyə. T bərabərdir 5 saniyə. Daha sonra hərəkəti başladığı andan, deməli V0 başlanğıc sürət 0-a bərabərdir. Deməli 5 saniyə sonra onun sürəti 15 saniyə. V bərabərdir 15 metr bölünsün saniyə. Olarsa keçiyə təsir edən əvəzləyici qüvvənin onun kütləsinə nisbət. Əvəzləyici qüvvənin kütləyə nisbəti bizə nəyi verir? Təcili. Deməli, təcili tapmalıyıq. A bərabərdir V çıxılsın V0, 15 çıxılsın 0 bölünsün T-yə, 5-ə. Yəni, cavabımız olacaq 3 metr bölünsün saniyə kvadratı.